Salam, hər vaxtın xeyir olsun. Biz növbəli evimizə dəvət olunduq. Fərdi yaşayış evimiz bina evidir. Sistemimizi çəkdik, qurtardıq. 2 otaqdır, radiatordur, 3 dənə yerdə bizim mətbəxdədir, zaldadır və yataq otağındadır. Radiatorımızı da qoşduq, hazırladıq. Burada sistem var idi, sadəcə olaraq hökumət çəkən istilik idi. O da borular zat köhnə olduğuna görə yaxşı istilik vermirdilər. Nəysə qərara gəldik ki, radiator çəkək qoyaq, kombi, təzə sistemlə. Gördüyünüz kimi çəkilişimiz bu cürdür. Qoşulmamız hər ikisi krankların altında olmaq şərtindən, 100% istilik vermə şərtindən. Və bu bizim gördüyünüz kimi sağdan birinci avratka, soyuq su, sanuzellərə gedən isti su və padaçadır. Kombimizdən Nobellodur, Kessenjordur, 26 kilovatlıqdır. Qazımızlar da hamısı yer hamısını hazır elədik. Dimafodu da görürsünüz, kombimiz Wi-Fi ilə də işləyir. Görürsünüz, qoşulub işləyir, kodu var, çəkirsiniz, telefona yüklüyorsunuz. Məsafəsinin fərqi olmayaraq, yəni hardan istəyirsən, telefonla idarə edə bilirsən kombimizi. Qazımız da bir dənə çək, bax qazımız da, borularımız görürsən, bax bu hissədən, bu hissə bizim karenin qabağını alır deyə. Çünki hamısı sərgəldir, söhbət yox, görkəminə görə. Dayı da sağ olsun. Biz turbaları yerli açmışıq, dayı da bağlayır. Allah köməyində olsun. Sağ olun. Allah gözəlik. Allah köməyin olsun. Budur. Sərgəli gözəlik işte. Çox sağ olun. Allah sizə razı olsun. Budur. Qazımız da gəlir oradan. Şkafın içindən keçir. Mətbəxin qazı buradan istifadə olunur. Budur. Bax, çəri ilə gedir. Bax, görürsünüz. O 2 dənə xət var idi, deyə ona görə çıxartdım. Çölü də çək. Bizim ofisi yataq otağına burayla keçib gedirik. Çünki ev sahibi içəri ilə deyildi, içəri ilə əmələ gəlmirdi şkaflara görə. Ancaq verəncə nə qəşəng olur. Görürsünüz, həmin izolyasiyanın onda üstü kraskalanacaq bir divar rəng. Bir qutardan ondan sonra qəşəng səliqəli bir şey. Gəlin, burayı da çəkək. Budur, bax, buranı görürsünüz, bax, buradan divarı deşdim, düz bir başa çölə çıxdım bayra. Bu otaqla, bu şkafların içindən deyirdi, bax, burayla. O elə əmələ gəlməzdi, ancaq bunun çəkiliş qaydası belə idi. Buradan deşir, indi onun qranzadı düzəldəcək maliyər. Bax, bu hissə ilə düşdük. Gəldik bizim yataq otağıdır. Ən axır toçkamız bax buradır. Çəkilişimiz də əlbəttə ki, hər ikisi altdan qoşulmalı əzizləyicilər. O düz deyək, sosial şəbəkələrdə videolar çoxdur. Yəni hamı işləyir. Yəni bütün işin hamısını mən görəsi deyiləm. Amma sadəcə olaraq işlərini düzgün görsünlər. Orada danışırlar, ay qoşulmanın fərqi yoxdur, ay nədir, hamısı boş şeydir. Fərqi var, olmamış ola bilməz. Kim istəyirsə ondan mən spor edərəm bu qoşulma ilə o birisinin fərqi. Bu qoşulmada radiatorun hər yeri sinir. Məlum məsələdir ki, istilik yüngü olduğuna görə yuxarı qalxır. Çalpaz qoşulmada, yəni ki, çalpaz qoşulmada da yenə alt hissə 75% istilik verir, ancaq belə də 100% verir. Bunun hər üzünə biz İspaniyadan keçirmişik və radiatorun özünün içində kağız gəlir. Bax, o ingilis dilində yazılır. Onu bilən adama oxudurum, orada onun istilik vermə dərəcələri hamısı ya da göstərir. tərcümə elətdirmək olur, dəqiq telefonlarda da var. Telefonla eləyin, onda görərsiniz ki, fərqi nədir, nədir. Yoxsa yalanla danışırlar, ay belə, ay elə. Yəni, müştəriləri aldatmaq lazım deyil. Axır əvvəl o bir üzə verib çıxır. Sinməyəndə, eləməyəndə çağırır başqa bilən adamı gedib, sən də sözün düzün deyirsən ki, budur. Və düzüb qoşursan, təhvil verirsən, onda görür ki, hə, həqiqətən də, yəni ki, istilik vermək ən qəşəyi budur. İndi keçək bir dənə zalımız qaldı. O zalımızdakını da çəkərək.
bir dənə bax bizim də budur. Bura bizim zalımızdır. Bir radiatorumuz da buradadır. Görürsünüz. Bunun arxa tərəfində kombimizdir. Bəyət çəkdiyimiz yerdir. Budur. Bax köhnə xətt qoyduq. Köhnə xəttlər belədik. Borunu da yuxarıdan aşağıdan vurdum ki, dedim heç olmasa içəridə ağ boru düşsün ki, səliqəli görsənsin. Aşağısı o, bilirsən o üzü falik olan var ha, firat borular. Ondandır deyə o biri tərəfi kəsə bilmədim. Üzünün falikasını soymaq olmur. Budur əziz izləyicilər, çəkilişimiz bundan ibarətdir. Gördüyünüz kimi borumuzu da yaxından çək. SPK firması təmiz türk istehsalıdır. Bax görürsünüz. SPK, SPK təmiz türk malı, Made in Türkiye. Yəni paddelka deyil də orijinal borudur. Bu borularda nə qədər istəyirsən, Allah nə qədər ömür verib yaşar. Yəni boruda xarab olası bir şey yoxdur. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarımız olacaqdır. Onları da mən çəkiliş edib sizlərlə paylaşacağım. Sizlər də baxın və kommentariyada rəylərinizi gözləyirəm. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. Sağ olun, hələlik bu qədər.